Bu videomuzda çoxluqlar mövzusunun testlər üzərində izahına baxacağıq. Ümid edirəm ki, sizin üçün faydalı olar. İstifadə etdiyim vəsait MHM test bankıdır. Gəlin başlayaq. İlk verilən tapşırığımız belədir. Deməli, ABC bizə çoxluqları verilib. Hər biri özünün deməli, elementləri var. Bizdən istənilən, baxın bu ifadədir. İndi gəlin onları ardıcıllıqla qeyd edək və həll edək. Əvvəlcə A ilə B-nin kəsişməsinə baxaq. Deməli, bizdə ifadədə verilib A ilə B-nin kəsişməsi mörtəzə daxilində. Baxırıq, A ilə B çoxluqlarında ortaq olan, deməli, kəsişməyin nə idi? Hər ikisində ortaq olan elementləri yazmalıydıq. A ilə B-də ortaq olan baxırıq 1, daha sonra 2, xeyir, 3, xeyir, 4. Bu qədər. 1 və 4 deməli, A ilə B-nin kəsişməsindən alınan çoxluğun nəticəsidir. Daha sonra baxırıq, burada qeyd edilmiş B ilə C-nin kəsişməsi. Görək, bu çoxluq bizə hansı ədədləri verir, elementləri verir. B ilə C-də ortaq elementlər 4 və 13-dür. Baxırıq, 4 və 13. Daha sonra bunları sadələşdirdik. Baxın, bunu tapdıq, bunu tapdıq. Baxırıq, görürük ki, bu iki A-nın B-C-nin kəsişməsindən fərqi olan deməli, çoxluq bütöv şəkildə mötərizənin daxilindədir. İndi deməli, bu ifadəni biz həll etməliyik. Deməli, A fərqlidir B ilə C-nin kəsişməsindən. Baxırıq, A-da hansı elementlər var? 1, 2, 4, 7. B ilə C-nin kəsişməsindən nə almışdıq? 4 və 13. A-da olsun, B ilə C-nin kəsişməsində olmasın. Hansı elementlərdir? Baxırıq, A-da 1 var. Bu çoxluqda yoxdur. Baxın, bu çoxluqdayıq. Buradayıq. Bu çoxluqda yoxdur. 2. A-da var. Həmin çoxluqda yoxdur. 4. Hər ikisində var, deməli 4-ü götürmürük. Daha sonra 7, bəli, A-da var. B ilə C-nin kəsişməsində yoxdur. Deməli, bu ifadəmizdə 1, 2, 7 elementlərini verir bizə. Və qaldı sonuncu əməliyyatımız. Hansı əməliyyat idi? Baxın, bunu həll etmişik, bunu həll etmişik. Qalıb ortada kəsişmə. Və burada deməli 1 və 4 elementi ilə bax, alınan 1, 2, 7 element olan çoxluqlar kəsişməlidir. Deməli, bu çoxluqların kəsişməsi bizə hansı elementləri verəcək? 1 ilə 4-ün kəsişməsi 1, 2 və 7 elementlə kəsişməsindən alınan element 1 elementidir. Deməli, doğru cavabımız Y variantı olacaq. Növbəti suala baxırıq. Deməli, Euler-Venn diaqramındakı ştrixlənmiş hissə hansı çoxluğa uyğundur? Ştrixlənmiş hissəni görürük ki, böyük bir qismi elə S-yə daxildir. Bir qismi isə A ilə B-nin kəsişməsindən olan hissədir. Amma elə bir hissələr var ki, onlara rənglənməyib. Ştrixlənmiş hissə deyil. Gəlin, indi onları müəyyən edək. İlk öncə baxa bilərik ki, baxın, bu C hissəsində böyük hissə elə orada, oradan başlayaq. Baxırıq ki, C hissəsində, baxın, C-dən bu hissə niyə ayrılıb, rənglənməyib? Hansı hissədə rənglənməyən hissə? Baxırıq ki, A-dan olan bir hissədir, C-nin tərkibində olan A-dan olan bir hissədir və B-dən olan bir hissədir. Ya elə bil C-nin A ilə B-dən fərqi olmalıdır. Ya hər ikisindən fərqi, ya da birləşməsindən fərqi. Baxırıq ki, onların birləşməsindən fərqlidir. Belə də qeyd edə bilərik ki, gəlin qeyd edək. C-nin deməli fərqi A ilə B-nin birləşməsi. Bunu tək-tək də qeyd etmək olar. Amma bu şəkildə də qeyd etmək olar. Deməli, C-nin A ilə B-dən birləşməsindən fərqi, baxın, bura rəngləndi. Artıq bura rənglidir. Daha sonra keçək, indi bu hissəni görək necə rəngli elə bilərik. Baxırıq ki, bu hissədə A ilə B-nin kəsişməsindən nə iləsə fərqlənir. Baxırıq, A ilə B-nin kəsişməsindən A ilə B-nin kəsişməsi buranı da verərdi tam olaraq. Amma bizə verməyib. Hansı hissəni verməyib? C-dən fərqli hissəsi. Yəni, A ilə B-nin kəsişməsi
fərqlidir C-dən. Və son olaraq nə edirik? Son olaraq bu ştrixlənmiş hissə ilə, balaca hissə ilə, baxın bu hissəni birləşdirməliyik ki, bizə ümumi bütün rənglənmiş hissənin nəticəsini versin. Baxırıq variantlarda hansı uyğundur. C-nin deməli fərqi A ilə B-nin birləşməsindən, bir də A ilə B-nin kəsişməsi fərqlidir C-dən. E variantı. Hansı ifadə ştrixlənmiş hissəni göstərir? Sualda görürük ki, biz deməli ştrixlənmiş hissə daha çox C çoxluğu ilə bağlıdır və həmçinin A ilə B-nin kəsişməsinə aid bir hissədir. Baxırıq A ilə B-nin kəsişməsi rənglidir, amma nəsə orta hissə boşdur. Nəyə görə boş olar? Necə olar ki, bu boş olsun? A ilə B-nin kəsişməsi nədən fərqlənib? Baxırıq ki, baxın bu C-dən bu hissə C-dən fərqlənib. Yəni A da B-nin kəsişməsində olsun, amma C-də olmasınmış kimi bir ifadədir. Yəni rənglənən hissə. Yəni hansı hissə? Baxaq. Baxın bu hissə, bir bu hissə, bir də bu hissə. A ilə B-nin kəsişməsi fərqlidir C-dən. Bu hissəni tapdıq. Yerdə qaldı, baxın bu hissə. Baxırıq ki, bu hissənin də demək olar ki, C-yə aiddir, amma nə çatışmır? A ilə B-nin bu orta hissədə kəsişən hissəsi. Silək bir daha dəqiq görək. Baxırıq ki, C-dəndir. Deməli, əslində bütöv olsaydı C olardı. Amma C-dən bir hissə yoxdur. Olmayan hissə hansıdır? A ilə B-nin kəsişməsi olan hissə. Deməli, bu hissədə, yəni indi rənglə yazdığım hissədə necədir? C-dir, amma C-nin A ilə B-nin kəsişməsindən fərqli olan hissəsidir. Daha doğrusu A ilə B-nin kəsişməsindən, buradan altdan qeyd edeyim, C-dir, amma A ilə B-nin kəsişməsindən fərqli hissəsi. Və ümumi ştrixlənmiş hissənin hamısını istəyirsə bizdən, bu iki ifadənin bizə birləşməsi lazım olacaq. Baxırıq görək bu ifadələrin hansıdır. Baxaq G variantı sanki uyğundur. Bəli. C-nin fərqi A ilə B-nin kəsişməsindən birləşsin. A ilə B-nin kəsişməsi fərqidir C-dən. Doğru cavab E variantı. Növbəti suala baxaq. A və B çoxluqlarının alt çoxluqlarının sayları cəmi 72-yə bərabərdir. Və NA çıxılsın NB bərabərdir 3 olarsa, NA üstəgəl NB cəmini tapmalıyıq. İlk öncə qeyd edək ki, bizim verilən çoxluğun alt çoxluqlarının sayı düsturumuz hansı idi? 2 üstü n. Burada n nə idi? Elementlərin sayı. Elementlərin sayı idi. İndi baxaq. N-a çıxılsın NB qeyd edilib. Gəlin hər birini N-aya bir x kimi baxaq. NB-yə də y kimi baxaq. Deməli, bizdə verilib ki, 2 üstü x, yəni A çoxluğunun elementləri sayı, alt çoxluqları sayı daha doğrusu və B çoxluğunun alt çoxluqlarının sayı toplanıb 72-yə bərabər. Yəni cəmi 72-dir. Və buradan bizə x çıxılsın y-i 3 verir. X üstəgəl y isə istəyir. Baxarıq görək biz nə edə bilərik? Baxaq. Buradan x-i yaxud da y-i yaza bilərikmi? 3 üstəgələk y, məsələn, x-i 3 üstəgələk y olaraq yazaq və tənlik şəklində yerinə qoyaq. 2 üstü x-in yerinə 2 üstü 3 üstəgələk y üstəgəlsin 2 üstü y yaza bilərik. Bərabərdir 72-yə. Baxırıq hər iki deməli hissədən 2 üstü y mötərizə xaricinə çıxarsaq, yerdə nə qalır? 2 üstü 3 burada qalır. 2 üstü 3 üstəgələk 1 bərabərdir 72-yə. Və sonra 2 üstü y vurulsun. 2 üstü 3-üm 8, üstə də 1 gələnə 9 bərabərdir 72-yə. 2 üstü y də bərabər olacaq. 72-yi 9-a böləcəyik 8. Baxırıq 8 özü nə deməkdir? 8 2 üstü 3 deməkdir. Deməli 2 üstü y bərabərdir 2 üstü 3-ə. Deməli y-imiz neçə olacaq? 3.
Y-i tapdıq 3. Biz gətirib, deməli, şərtdə qeyd edildiyi kimi x-i nə yazmışdıq? 3 üstəgələ y yazmışdıq. Deməli, y-də 3-dürsə, deməli, 3-ün üstə də 3 gələndə x-imiz də bərabər olacaq 6-ya. Bizdən istənilən nə idi? X-dən y-in cəmi. X, y-də şərt olaraq təbii ki, qeyd etmişdik. Yəni, NA ilə NB demək idi də. Baxın, burada şərt olaraq dəyişmişdim ki, daha rahat olsun. İstəsəz siz saxlaya da bilərsiniz. İndi yazaq. Deməli, x üstəgəl y, yəni NA üstəgəl NB nəyə bərabər olacaq? 6 üstəgəl 3 bərabərdir 9. Cavabımız 9. Baxaq variantlara. Doğru cavab D variantı. Növbəti suala baxaq. Deməli, bu sualda nə qeyd edilir? A çoxluğunun elementləri sayı, B çoxluğunun elementlərinin sayı, A-nın B-dən fərqli olan elementləri sayı cəmi 14-dür. A ilə B-nin kəsişməsinin elementləri sayı 3, B-nin A-dan fərqli elementləri sayı 4-dür. Bizdən istənilən NA-nı tapmaqdır. Əyani olsun deyə bunu deməli Euler-Venn diaqramı şəklində çəkəcəm. Deməli, A və B çoxluqlarını qeyd etdik. Gəlin bir-bir burada qeyd edilmiş ifadələri şəkil üzərində daha aydın şəkildə başa düşmək üçün baxaq. A çoxluğu hansı hissədir? Baxaq, bu hissə. B çoxluğu hansıdır? Hansı hissədir? Bu yaşıl hissə. A-nın B-dən fərqli olan hissəsi hansıdır? Baxın, yaşıl olmayan, yaşlı qədər olan hissə. Buradan bu bir tərəf. Bu rəngləmirəm. Yəni, bu hissə A-nın B-dən olan fərqli hissəsidir. Orta hissə isə bu qırmızı, yarı qırmızı, yarı yaşıl kəsişmədir. Bunu təkrar etmək üçün dedim. Yəqin ki, hamımıza bunlar məlumdur. Biz şəklə baxanda görürük ki, deməli, N A-nın B-dən fərqli olan hissəsi üstə gəlsin. N A-nın B ilə kəsişməsi bizə nəyi verir? Şəkildən də məlum olur ki, N A-nı verir. Baxın, bu yaşıldan, deməli, bu hissə, baxın, bu hissə N-in A-nın B-dən fərqli olan hissəsidir. Orta hissə hansıdır? A ilə B-nin kəsişməsi. İkisinin cəmi bizə nəyi verir? Elə A çoxluğunun özünü verir. Bu hissə bizə məlum oldu. Baxın, bu hissə bizə, deməli, məlum oldu. Daha sonra B çoxluğunun elementlərin sayını biz bu cür yaza bilərikmi? O zaman N B-nin A-dan fərqli olan hissəsi, B-nin A-dan fərqli olan hissəsi üstə gəlsin N A ilə B-nin kəsişməsi, yəni baxın bu hissə bizə B çoxluğunun elementləri sayını verəcəkdir. Və bu qeyd etdiyimiz şəkildə yəni şəkildə gördüyümüz düsturlardan, baxın bunlardan biz nəyi təyin edə bilərik? Həmçinin şərtdə A ilə B-nin kəsişməsi də məlumdur. B-nin A-dan fərqi də məlumdur. B-ni tapa bilərikmi rahatlıqla? Bəli. 3-ün üstə 4 gələrik. Bax, bu düsturda əsasən. Edər 7. Deməli, B çoxluğunun elementlərinin sayı 7-dir. Biz deməli, N B-ni necə tapdıq? N B-ni tapdıq ki, N B-nin A-dan fərqi qeyd edilib 4. A ilə B-nin kəsişməsi də 3. Deməli, N B-miz 7-yə bərabər topladıq, etdik 7. Daha sonra ilkin verilmiş şərtdə biz B-nin yerinə 7 yaza bilərikmi? Bəli, baxın bu hissədə 7 yazsaq, bizdə nə verəcək? Nə qalacaq? N A, yəni A çoxlu elementlər sayı ilə N A-nın B-dən fərqli elementləri sayının cəmi 14-dən 7 çıxacaq, qalacaq 7. Buradan istəsək N A-nı da baxın qeyd etdiyimiz bu düsturla aça bilərik və yaxud da üzərlərinə bir A ilə B-nin kəsişməsini gəlsə 2 N A edər. Məncə elə daha rahat yazaq. N A üzərinə gəl N A ilə B-nin fərqi üzərinə gəl N nəyə? A ilə B-nin kəsişməsinə. A ilə B-nin kəsişməsinin qiyməti neçə idi? Qeyd olunmuşdur şərtdə 3 idi. 7-nin üstə də 3 gəlsə 10 edəcək. Cəmi də 10-a bərabər olsun.
Bu iki ifadə bizə nəyi verirdi? N, A-yı verirdi. Deməli, 2N A bərabərdir 10-a. N A-mızda neçə olacaq? Üzr istəyirəm. 10 yazdım. N A-mızda bərabər olacaq. 10-u 2-yə böləcək, eləcək 5. Doğru cavabımız 5. Deməli, A çoxlu elementlərinin sayı 5 imiş. D variantı. Növbəti suala baxırıq. A, B və C çoxluqları verilib. Bizdən istənilən bu ifadəni tapmaqdır. Yəni, A ilə C-nin kəsişməsini və B ilə C-nin kəsişməsinin deməli, elementlərini birləşdirib onların sayını tapmalıyıq. Dediklərimizi qeyd edək. Deməli, birinci A ilə C-nin kəsişməsini tapaq. Baxırıq, A ilə C-nin kəsişməsi nə deməkdir? Hər ikisinin ortaq elementləri olsun. Hansılardır? Baxırıq. 2, bəli, 3 yoxdur, 7, daha sonra 12 yoxdur, 15 yoxdur. Bu qədər, 2 və 7. Daha sonra hansına baxırıq? B ilə C-nin kəsişməsinə. B ilə C kəsişir. Yəni, ortaq baxaq görək hansılar var? 2 var. Daha sonra 5 yoxdur, 7 yoxdur. 9 var. 13 varmı? Xeyr, 13 də yoxdur. Deməli, B ilə C-nin kəsişməsi də 2 və 9 verir. Daha sonra bu iki çoxluğun 2, 7 və 2, 9 çoxluqlarını birləşdirməliyik və deməli, A ilə C-ni əvvəl kəsişdirir. Daha sonra birləşdirməliyik. Birləşdirdikdə 2, 7 və 9. Yəni, birincini olduğu kimi saxlayır, ikincidə olmayanları qeyd edirik. 2, 7, 9, 3 dənə deməli element sayı var. Doğru cavab B variantı. Növbəti suala baxırıq. Sualda qeyd edilir ki, A, B-nin alt çoxluğudur. Verilmiş bu ifadəni sadələşdirin. Şərti mütləq yadımızda saxlamalıyıq. A, B-nin alt çoxluğudur. İlk öncə hara baxaq? Baxaq ki, mötərizənin içərisində nə qeyd edilib? A ilə B-nin kəsişməsi. Nəyi verir bizə? Əgər A, B-nin alt çoxluğudursa, deməli, A-da olan bütün elementlər deməli B-də var. Deməli, A ilə B kəsişərsə bizə hansı elementləri verəcək? A-da olan bütün elementləri. Daha sonra ikinci mötərizəyə baxırıq. Birinci, əvvəlcə mötərizələri eləməliyik də. B-nin A-dan fərqi. Deməli, A, B-nin alt çoxluğudursa, B-nin A-dan olan fərqi o deməkdir ki, B-də olsun, A-da olmasın. Burada sadələşdiriləcək elə bir şey yoxdur. Aldığımız bu A-nı deməli, birləşdirək B ilə A-nın fərqindən. Gəlin qrafiklərlə çəkək, Euler-Venn diaqramı ilə çəkək. Daha əyani şəkildə görək. Baxırıq, B-nin A-dan fərqli olan hissəsi hansıdır? B-nin A-dan fərqli olan hissəsi bu hissədir. Bəs A ilə birləşməsi bizə nəyi verəcək? A-nın özünü də götürürük. Həm də bu digər ştrixlənmiş hissə. Deməli, ümumi bizə nəyi verəcək? B-ni verəcək. Doğru cavab Y variantı. Bu şəkildə diaqramla çəksək, daha aydın şəkildə görə bilirik. Növbəti sualımızda deməli, yenə Euler-Venn diaqramı ilə bağlıdır. Ştrixlənmiş hissə necə ifadə olunur? Biz baxırıq ki, ştrixlənmiş hissə hansı hissədir? Baxın, A çoxluğu və B çoxluğunun kəsişməsinin bir qismidir. Baxırıq ki, bir qismi rənglənib, amma bir qismi rənglənməyib. Biz indi deyə bilərik ki, yəni bu hissə A ilə B-nin kəsişməsinin nədən fərqidir? Baxırıq ki, baxın, C-dən fərqidir. C olan hissə rəngsiz hissədir, amma A ilə B-nin kəsişməsi olan hissə rəngli, ştrixlənmiş hissədir. Deməli, A ilə B-nin kəsişməsi fərqlidir C-dən. Yəni, C-dən fərqli olan elementləri. Variantlara baxırıq. A ilə B-nin kəsişməsinin C-dən fərqi. Y variantı.
Növbəti suala baxırıq. Deməli, A, B çoxluqları, C çoxluqları verilib. Həmin çoxluqların, deməli, A-nın C ilə və B-nin C ilə kəsişməsinin və alınan çoxluqların birləşməsinin sayını, elementləri sayını istəyir bizdən. Bu tipdə bir dənə test işlədik bayaq. İstəsəz videonu dayandırıb, özünüz həll etdikdən sonra davam edə bilərsiniz. Doğru olub, olmadığını yoxlamaq üçün. Bu şəkildə işləsəz, həm sizin yadınızda praktik olaraq daha yaxşı qalar, daha effektiv nəticə əldə edərsiniz. A çoxluğu verilib bizdən, B çoxluğu verilib, 2, 4, 7, 10, 14 və 17. Bunlar AB çoxluğunun elementləridir. C çoxluğunun elementləri isə 1, 3, 7, 14, 19 və 23-dür. Bizdən əvvəlcə istənilən nədir? Gəlin bir-bir mötərizələri tək-tək A ilə C-nin kəsişməsi yazaq. Daha sonra əvvəlcə kəsişmələri, çünki mötərizədə birinci onlardır. Mötərizənin içini yazırıq. A ilə C-nin kəsişməsinə baxırıq. A buradadır, C buradadır. Deməli, ortaq elementlər, kəsişmə dedikcə ortaq elementləri seçirik. Baxırıq, 1 hər ikisində var, yazırıq. 2 yoxdur, 3 hər ikisində var, yazırıq. Sonra 4 yoxdur, 5 yoxdur. Deməli, ortaq elementləri 1 və 3-dür. Daha sonra baxırıq B ilə C-nin kəsişməsinə. B ilə C-nin kəsişməsində də ortaq hansı var? 2 baxırıq, yoxdur, 4 yoxdur, 7 var. Sonra 10 yoxdur, 14 var. 17 də yoxdur. Burada da 7 və 14-dür. Bizdən istənilən nədir? Daha sonra bu iki çoxluğun birləşməsi. Birləşdirsək bu iki çoxluğu, hansı çoxluğu hansı? Bir də yəni əvvəlini yazmıram, elementlərini yazaq. Birləşdirdikdə birinci nə olduğu kimi saxlayırıq. Baxırıq ikinciyə olmayanları qeyd edirik. Biz də görürük ki, burada ortaq. Əgər kəsişmə desəydi bizdə boş çoxluq olacaqdı. Həmin bu elementin çoxluğun elementləri sayını istəyir bizdən. Deməli, elementi sayda 1, 2, 3, 4. Cavab 4. B variantı. Bizə verilib A çoxluğu. A çoxluğunun deməli elementləri A, B, C, D və Y elementləri var. Və bizdən istənilən nə deyir? Alt çoxluqların neçəsində, bu A çoxluğunun alt çoxluqlarının neçəsində A elementi iştirak etmir. Biz əvvəlcə A çoxluqların sayı düsturunu ümumi necə bilirdik? 2 üstü n ilə bilirdik. N çoxluğun elementləri sayı idi. Əgər neçə elementli verilmişdirsə, məsələn 5 elementli çoxluq verilibsə, 2 üstü 5 yazırdıq, 32 dənə alt çoxluğu tapırdıq. Bunu yadımızda saxlayıb bir kənarda qoyaq. Bizdən istənilən, deməli, A çoxluğunun alt çoxluqların neçəsində A elementi iştirak etmir. A elementi iştirak etməyən alt çoxluqlarının sayını tapmalıyıq. Bunun üçün niyə eləyə bilərik? A-nın olmayan, yəni A olmayan alt çoxluqları tapmaq üçün deyərək ki, məsələn, B, C, D, Y elementlərindən düzəlmiş alt çoxluqlar. Yəni A ümumiyyətcə iştirak etməməlidir də. B, C, D və Y elementlərindən düzəlmiş alt çoxluqları tapmaq üçün sayına baxırıq. Neçə dənədir? 4 dənə. Bizim də deməli alt çoxluqların sayını tapma qaydamız necə idi? 2 üstü n. Deməli 2 üstü 4 necə edəcək? 16. Doğru cavab Y variantı. Amma burada iştirak edib etməmək heç nə deməsəydi, baxırdıq 5 element 32 dənə alt çoxluq olacaqdı. Amma bizdən istənilən A elementi olmayan çoxluqlardır, alt çoxluqlardır. Onda isə A-nı nəzərə almadan cəmi 16 dənə deməli alt çoxluğumuz var. A iştirak etməyən. Növbəti sualımız Euler-Venn diaqramında qeyd edilmiş bu çoxluqların sayıları ilə bağlı əməliyyatlardır. Əvvəlcə gəlin bu ifadəmizdə qeyd edilən deməli sayıları tapaq. ENA nə deməkdir? A elementinin A çoxluğunun elementləri sayı. Baxırıq 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə A çoxluğunun elementidir. Sonra N, B. 2, 4, 6, 8 dənə də B çoxluğunun elementidir. Və sonra N, A ilə B-nin kəsişməsi. A ilə B-nin kəsişməsi hansı hissədir qrafikimizdə?
Baxın, bu orta hissədir. Neçə dənə element var? 2 dənə element var. Və A-nın B-dən fərqi. A-nın B-dən fərqli olan hissəsi hansı idi? Burada qeyd edək. Baxın, bu hissə. A-da olsun, B-də olmasın. Hansılardır? 1, 2, 3, 4, 5, 6. 6 dənə də burada var. Daha sonra yerinə qoyuruq. Əməliyyatları olduğu kimi saxlayıb. N-amız 8-dir. 8. Üstə gələk NB-miz 8-dir. Bir də üstə gələk 2. Çıxılsın. N-A ilə B-nin fərqi olan. 8 üstə 8, 16. Üstə 2, 18. 18-dən də 6 çıxanda 12. Doğru cavab 12. Y variantı. Test tapşırığında bizə verilir. A çoxluğunların sayı 64-dür. Və N A ilə B-nin kəsişməsinin elementləri sayı, yəni 3-ə bərabərdir. Bizdən istənilən N A ilə B-nin və A-nın B-dən fərqi tapılmalıdır deməli. A çoxluq sayda alt çoxluq da 64-dür. Gəlin əvvəlcə nəyi tapaq? A çoxluq sayının biz necə tapırdıq? 2 üstü N üstürürük. Burada N elementlərin sayıdır. 2 üstü N-imiz 64-dür. Buradan da deyə bilərik ki, 2 üstü N 64 nə deməkdir? 2 üstü 6 deməkdir. Deməli, N-imiz neçəyə bərabər imiş? N bərabərdir 6. Yəni, A çoxluğunun elementləri sayı 6-dır. Bunu tapdıq. Daha sonra A ilə B-nin kəsişməsinin elementləri sayı bizdə 3 təyin edilib. Bunu qrafik şəkildə daha əyani görsədək. Baxırıq. Deməli, A çoxluğu A ilə B-nin kəsişməsi, yəni bu hissə verir bizə 3. Bu hissəmiz 3-dür. Baxın, burada qeyd olunub. Və bizdən istənilən bu hissədir. Rəngini dəyişək. Məsələn olsun. Baxın, bizdən istənilən bu hissədir. Biz də görürük ki, bu orta hissə bizə təyin edilib də. Orta hissə, yəni kəsişmə olan hissə də A-ya aiddir də. Baxın, bu hissə. Bu hissə ilə A-ya da aiddir də. Həmin hissə 3 veribsə, ümumi hamısı da 6 veribsə, bizdən bu tünd rənglə, qara rənglə işarələnən hissəni istəyirsə, necə tapırıq? Ümumi bütöv sayı neçədir? 6. Bu kəsişmə olan hissə, bax, bu narıncı rənglə, qırmızıya çalan rənglə rəngləmişəm. O hissə neçədir? 3-dür. Bizdən A ilə A-nın B-dən fərqli olan hissəsini istəyir də. Deməli, 6-dan 3 çıxacaq, qalacaq 3. Deməli, bu hissədə də element sayı 3-ə bərabərdir. C variantı.